Təsəvvür edin, əgər qədim Misir sivilizasiyası heç vaxt süqut etməsəydi və müasir texnologiyaya sahib olsaydı, necə görünərdi? Ehramlar sadəcə məqbərələr yox, şəhəri qidalandıran nəhəng və sonsuz enerji mərkəzlərinə çevrilərdi. Divarlardakı daş yazılar yerini havada asılı qalan rəqəmsal ierogliflərə və holoqramlara verərdi. Müqəddəs Nil çayı üzərində uçan döyüş arabaları və yüksək texnologiyalı qayıqlar şəhərin nəbzini tutardı. Sfinks isə şəhəri qoruyan ən güclü süni intellekt və mexaniki keşikçi kimi yüksələrdi. İnsanlar qədim adət-ənənələri müasir texnologiya ilə vəhdətdə yaşayar, keçmişlə gələcəyi birləşdirərdilər. Fironların hakimiyyəti artıq sadəcə torpaqlar üzərində yox, bütün rəqəmsal dünya üzərində qurulardı. Hətta ehramların inşası minlərlə dron və kosmik texnologiya sayəsində saniyələr içində reallaşardı. Bu, həm qədim, həm də sonsuz gələcəyin heyran edici və qüdrətli bir sivilizasiyası olardı. Qədim Misir, tarixin və gələcəyin möhtəşəm birliyi sizin xəyallarınızda.